Tapdik ha. Tapdıq. 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 Səni. Qızımız getirik. Bir dəqiqə. Əl üstü. Gəl. Yaxşı, tamam. Əl üstü. Yes! Hey! Salam. Səhə? Salam. Hə, salam, salam. Salam. Necəsiz? Yaxşıyam, sağ olun. Siz necəsiz? Yaxşıyam. Məni tanıdınız? Yox. Yadınızda parkda itiniz anamı tutmuşdu, siz də məni. Hə, yadıma düşdü. Pul istəyirsən? Boşa düşmədim. Nə başa düşmədim. Anana bax WhatsApp-a doldurub bütün günü mənə kart göndərir ki, pul at, aynen budum ağrıdı. Budumla nə oldu? Ha bu nə dəyərli buddaç? Sus. Ağlamaz, sil göz yaşını az yaxşı. Artist eləmə. Sən get. Mən niyə gedirəm ki, sən get. Sən get də. Gəl biz də əl üstü eləyək. Ya da ismi şöp eləyək. Simişif. Canım olasın. Yaxşı. İndi gör bu qız nə edəcək. Salam. Salam. Necəsiz? Sağ olun, yaxşıyam. Tanıdınız məni? Yox. Tanımadıq. Biz sizinlə klinikada rastlaşmışdıq. Mən burnumu kəstirməyə, siz də qardaşınız oğlunu gətirmişdiniz kəstirməyə. Nə bilim, tam başa düşmədim ki, tam. Yəni Biz orada qardaşınız oğlu ilə çox mehriban danışdıq. O məni çox istədi. Instagramda hətta arada yazışırıq. qardaşım oğluna yazan sizsiz, hə? Bəli, o məni çox istəyir. Elə bil qohum olacağıq. Tərbiyəsiz. Ayıb olsun sənə. O qardaşım oğlu atasının profilindən sənə yazıb. Sən də götürüb ona yazıb, ay cici bıcı, ay səni belə yiyərəm, ay şirin baş. Acıcı bucu nə də? Cici bıcını necə yazmışsan, Mən onu oxudum əməlli başlı. Ayıb deyil. İndi qardaşımın arvadı da boşandı ondan. Yaxşı oldu, dedi ki sənə qız yazır, cici bıcı nə bilim nə. Nəyin ki qardaşımın arvadı, biz onu qardaşlıqdan çıxartmışıq. Biz nə bilək sən yazmışsan, yazmışsan ona ki qırmızı yufqan qəşəng idi kəsən dəfə.